danışığım, bu çıxışım, bu etirazım bir daha göstərir ki, mən susmayacağam. Mən öz haqqım və hüquqlarım uğrunda, ailəmin birləşməsi uğrunda, övladlarımın haqqı uğrunda ki, onların haqqı atasıyla bölməlidir, normal mühitdə, sağlam mühitdə böyüməlidir və mənim həyat yoldaşım təhlükədə olmamalıdır, mənim həyat yoldaşım təhdid olunmamalıdır, hədəfdə olmamalıdır, o cinayətkar deyil, o terörist deyil, o hərbidə əskərləri qırıb orqanlarını satmayıbdır, o vətəninə xəyanət edəməyibdir. Valla nəyin cəzasını çəkirik, ay millət, ay xalq? Biz niyə cəzalandırırıq İlham Əliyev dırna arasında? Niyə İlham Əliyev qanun adı altında ailə dağıdır? Niyə Əliyev rejimi qanun adı altında işgəncə edir? Bir xalq olaraq gəlin sual verək, nəyin işgəncəsidir? Bir jurnalistin ailəsi, bir jurnalist, bir müstəqil düşüncəli insan bu cür mü cəzalanır? Bəli, İlham Əliyev sözü düşməlidir. İlham Əliyev rejimi müstəqil düşüncəli insanları hədəf alır, cəsarətli insanları, qorxmayan insanlar onların hədəfindədir. Kimliyindən asılı olmayaraq. İstəyir siyasətçi olsun, istəyir aktivist olsun, istəyir sadə vətəndaş, istəyir jurnalist olsun. Bu adamlar müstəqil düşüncəli insanlar bunların düşmənidir və bu insanları məhv eləmək istəyirlər. Amma bir daha deyirəm, bu günə qədər siyasi qətillər də çox olub, siyasi həbslər də bilirsiniz ki, davam etməkdədir. Yəni mən susmayacağam. Yaşadıklarımızı bütün dünya izləsin. Onsuz da bunu yaşayacağıq. Susduq və ya susmadıq. Amma niyə susaq? Qoyun bütün cəmiyyət və dünya görsün ki, nə baş verir? Nə vaxta qədər sən birini tutacaqsan, digərinin həyatınla şantaj edib susturacaqsan, digərini öldürəcəksən, ailəsini təhdid edib susturacaqsan, nə vaxta qədər ailələr danışmasa, cəmiyyət dilə gəlməsə, insanlar etiraz etməsə, bizim səsimizi kim eşidəcəkdir? Mən səsimi daha çox yuxarılardan gəlməsi üçün mübarizə aparacağam və bu yolun sonu yoxdur. Mənim üçün yoxdur. Mən mübarizə aparmıram ki, mən sonda qalib gələcəm. Xeyr, nə olacaqsa bilmirik biz, onu gələcək göstərəcək. Amma mən onu göstərəcəm ki, bir insan haqqı olanı üçün, hüquqları üçün mübarizə aparmalıdır və əsla təslim olmamalıdır. Bu yolda nə yaşayacaqsa, Azərbaycan xalqı olaraq bütövlükdə izləyəcək, əldə də Gürcüstan cəmiyyəti və Gürcüstan mediasının diqqətindədir bu məsələ və bir çox beynəlxalq nüfuzlu təşkilatlarının diqqətindədir. Amnesty International, Human Rights, Freedom House, ABŞ Dövlət Departamenti, Avropa Parlamenti, parlamentdə çıxış edən deputatlar bu məsələ ilə bağlı bir neçə dəfə çıxışları olub, mənim görüşlərim olubdur, onların bəyanatları olubdur. Yəni bütün bunlara baxmayaraq mən mübarizə aparacağım həm hüquqi cəhətdən, həm ictimai cəhətdən sonuna qədər yaşayıramsa, nə üçün yaşayıram? Allah mənə əl verib, göz verib, ağız verib, niyə susmalıyam? Niyə gizlətməliyəm? Rahat gəlsin, başımı kəssin, heç kəsin xəbəri olmasın. Belə bir şey olmayacaq. Öləcəksə də İlham Əliyev, yaxşı aşqlarını, birimizi öldürəndə digərimizi saxlama. Çünki sən rüsva edəcəm. And içmişəm, ha? Mən özümün xarakterimi gözəldirəm. Sən bu ailənin axında çıxdığına görə, mən də sənin rejimini biabır etməyincə dayanmayacağam. Nə qədər ömrüm var danışacağam. İndi bacarırsansa, sustur. Sən susturmaq üçün öldürməyi seçirsən.